Adi bir payız axşamıydı. İşten dönmüşdü oğlum. Onunla birlikte sakitçe oturup söhbət edirdik. Bir an hiss etdim ki baxışları mənim üzərimdədir. Əlimi tutdu. Səsi sakit, amma dərin idi. Anam, mənim nəfəsimi kəsmə dedi. Ona biraz təəccüblə baxıb gülümsədim. Nə demək istəyirsən oğlum? O sanki bir sir açırmış kimi yumşaq bir ifadə ilə cavab verdi. Özünə yaxşı bax ki, mənim nəfəsim kəsilməsin. Sonra ayağa qalxdı. Gecən xeyrə deyib öz otağına keçdi. Mən isə o gecə yatmadım. İçimdə qəribə bir istilik, həm də bir qorxu vardı. Anladım ki, mən sevilirəm, mən lazımlıyam, mən qorunuram və mən yaşamalıyam. Sübh namazına qalxanda qəlbim doluydu. Dizlərimin üstünə çöküb yaradanıma dua etdim. Ya Rəbbim, məni qoru, ömrümü uzat. Hələ balalarımın mənə ehtiyacı var. O an sanki ruhum yüngülləşdi. İllərdir evlatlarım və nəvələrim üçün etdiyim duaların arasında bu dəfə özüm üçün istədim. İçim sakitləşdi. Gözlərimə və ürəyimə bir nur doldu. Əziz evladlar, sizə səmimi çağrışım var. Analarınızı yaşadın. Onlara qayğı göstərin, qoruyun, sevin. Sadə, amma səmimi sözlər deyin ki, o sözlər analarınızın ürəyini isitsin və onlar sizin varlığınıza baxıb dua etsinlər, yaşasınlar.